Selamünaleyküm. Bax, bu Cəlilabad Regional İctimai Nəzarət Təşkilatının sədri çəkir. Baxın, gəlin. Şəhər tezdən işıq sönüb. Evlər burada kabelləri atıblar yerə. Özləri də çıxıb gedirlər. İşləyən də yoxdur. Baxın, deyəndə də deyirlər, özümüz bilərik. Bu axşam olsun. Ondan sonra işıq düşəcək. Səhər tezdən deməli işıq yoxdur. Cəmaət heç iş görə bilmir, çörək pişirmir. Hamının çörəyi tıxovkalarda qalıb. Baxın. İşıq idarəsi Cəlilabadda belə işləyir. Baxın. Cəlilabad Regional Təşkilatının sədri Rəşad Ağayev. Baxın, görürsən, bağlı yerdə. Buradan da budur. O işıq, buradakı hastansı. Bax, görürsünüz, kabellər atılıb yerə. Səhər tezdən işıq yoxdur. İşləyən də yoxdur. Hamısı çıxıb gedib, domino oynayırlar. Cəmaət da işıqsız qalıb. Cəlilabad şəhərində 4 dənə küçə işıqsız. Görürsünüz, Cəlilabadda işıq idarəsi belə işləyir. Cəmaəti işıqsız qoyub gedirlər. Bu çəkilişi çəkir. Cəlilabad Könüllü İctimai Nəzarət Təşkilatının sədri Rəşad Ağayev. Görürsünüz ya, burada, oradan biri kalkır. Işık direğlerine, oradan gelir. Burada da şu da buyurun. Her şey atıp gelirler. Bir tane işçi yoktu. Saat 10'da ışığı kesibler. İndi de görün saat neçədir, heç kəs də yoxdur, işləyən də yoxdur. Deyirlər, bizim onsuz da vaxtımız gedir də bizim nəyimiz. Onsuz biz iş yerində sayılırıq. İşığı var, yoxdur, onun bizə aidiyyəti yoxdur. Budur. Cəlilabad rayonunda işıq idarəsi belə işləyir. Buyurun. Çəkiliş yapardı Rəşad Ağayev.